Aramızda olan şeydir. Dalaşarıq da, barışarıq da. Onun yayında nə deyirsən ki sən? Onun yayında deməyinə belə şey oldum. Pis oldum ki, onun yayında nə deyirsən ki? Nə mənə gözdən salmaq üçün deyirsən? İnsanım da hər kəs səhv eləyə bilər. Orada yəni ciddi bir şey yoxdur ki, bıraq bir-birimizlə əlaqəmizi keçək, bir-birimiz ağzına gələn lazım deyil. Ən azı o duz çörəyin xətrinə şey eləməliyik. Sən güya dörd-dörtlük adamsan ki, sən də özünə görə səhvin var, mənim də özümə görə səhvim var. Hamımızın səhvi var həyatda. Hərəmizin bir çatışmayan xüsusiyyətimiz var. Burada kimdir ki, ideal adam? Deyirsən qeyri-səmimisən. Bu qeyri-səmimi olub qadına. Mənim qeyri-səmimiliyimlə sən ziyan görmüsənsə, denəsən qeyri-səmim oldum, mən falan borca düşdüm, xərcə düşdüm, pis günlərə qaldım, sənin qeyri-səmimiliyin ucundan. Qalmamsan ki, qeyri-səmim olub sana ağarmışam, nəsə ziyanım deyil. Canı sağ olsun, yenə də Allah yolunu açıq eləsin, ruzisini bol eləsin, nə bilim. Həmişə reytingli olsun, həmişə ucalarda olsun. Allah canına sağlıq versin. Heç nə. Onun ki, o öz yoluna, mən də öz yoluna. Heç kimsiz öləsi deyil bu həyatda. Dostluğu dağıtmaq nə var ki, gəl onu qoruyub saxlayasan. O da qorumursa da canı sağ olsun, mən nə deyə bilərəm. Yəni xətir mənim üçün əzizdir. Prosto yəni mənim xətirimə deyək ki, onun canında çıxıb nə deyirsən ki? Öz aramızda dalaşarıq da, barışarıq da, inciliyimiz də ola bilər, küsülüyümüz də ola bilər. Onu da çıxıb canlı da deyirsən. Yəni, o görsən, mən belə səhv eləyirəm, sən də belə səhv eləyirsən. Mənimki, halbuki mən onu yəni məqsəd görmüş şəkildə, bax, Quran gətirəcəm, evdə Quran kitabım var da. Mənim bağla söhbəti. Yox, o şeydir, mənim evdə Quran kitabım var, bax, gətir əlimi yuyub, indi gedib dəstəmazlıyam. Gedib and içəcəm ki, mən Allaha and olsun, Quran and olsun ki, mənim iş ağlım da kəsməyib. Ki, ona deyəm. Ki, gedək biz orada. Orada küsülmək bir şey yoxdur. Küsüləsi bir ciddi bir səhv, nə bilim. Orada bir, nə bilim, heç nə. Nəyəsə, bu axır sözümü deyim. 12-10-da mənimki də məndə. Allah yolunu açıq eləsin, canını da sağ eləsin. Bir bu qədər. Yəni, mən onun aramızda bir ton çörək kəsmişik. Ayıqdır. Bir-birimizin haqqında nalayıq sözlər deyim. Mən olsa demirəm, heç demərəm də. Çünki ondan bir ton çörək kəsmişəm. Allah, belim qırıldı. Hamısı səhv ola bilər, ya. Tamam. Heç birimiz süddən çıxmış az qaşıq deyilik. Heç birimiz süddən çıxmış az qaşıq deyilik. İnsan ağıl kəsməyə də bilər. Nə bilim, neysə. Valla mən küsməmişəm, o küsüdür. Mən onunla küsməmişəm ha. Mən onunla küsməmişəm ha. Şey deyil. Danışsa da sağ olsun, danışmasa da mən nə deyim valla.
Salam qadınam, salam. Abla vereceğim de ne? Cema burada sansa orada bir tane user var. Ona attı sessizce. Hamısını oxuyuram. Buradan bütün yazıları görürəm. Ben 2 hərfə qoyuram. Hamının yazısını görürəm. Mən də elə adamam ki, uşaqlar. Mənim ürəyim qırılanda mən sonra o şeyi bərpa eləyə bilmirəm. Başa düşdünüz? O qabiliyyətim yoxdur ki, kimləsə küsəndə sonra o münasibətimi bərpa edeyim. Heç istəmirəm də. Ürəyim qırılandan sonra heç kimlə münasibət bərpa eləmirəm. Və Temboldə bir xırda-xuruş söhbətlərə görə. Temboldə bir xırda-xuruş söhbətə görə. Ciddi bir səhv olar, bir səbəbli, əsaslı, nə bilim, ciddi bir şey olar. Nerede öyle ben? Ciddi bir səhv olar, nə bilim, o deyərəm ki, hə, böyük bir səhv eləmişəm, sən Allah, mən Allaha heç vaxt üzr istəməyi, mən özümə alçaqlıq bilmirəm. Səhv eləyəndə insan üzr istəməyi onun böyüklüyüdür. Qayd eləyə bildiniz bir şey? Qayd elədiniz? Görüm nədir? Aranı qarışdıraqdınız. Mən onun haqqında heç söz danışmaram. Çünki onunla çörək kəsmişəm, mənə dəstəyi olubdur, xoş günlərimiz olubdur. Ona görə də yenə hörməti öz yerindədir. Allah canını sağ eləsin, yolu açıq olsun. Həmişə reytingdə olsun, həmişə birinci olsun. Mən həmişə özümünkilərin yaxşı gününü istəyirəm. Yəni bu, sonra da mənim ürəyimi qırandan sonra heç barışmağında mənası yoxdur. Barışmağında mənası yoxdur. Ürəyə qıra bilərsən, şey eləyə bilərsən. Amma üzə stəkandır, görsən qırılır, onu yapışdıranda üzə izi çatdağı çutdağı qalır. Mən ona qarşı pis olmuşamsa, deyilsin ki, mənə qarşı pis olmuşsan, bir olmuşsan. Qeyri-səmimisən. Mən qeyri-səmimi olmağa qalmışam ki, mənim səmimizsizliyimdən nəsə sazlayan gəlirsə, deyilən, hə, bir yox canı sağ olsun, bağlı. Da söhbəti bağlayayım, onun haqqında da gəlib ara qatışdırıb yazmayın. Qayd eləyirlər, tez paylaşırlar ki, atırlar ona, ya paylaşırlar orada, ha, belə deyil. Mən yana pis söz demədim onun haqqında, heç demərəm də. Çünki ondan bir ton çörək kəsmişik. Xoş günlərimiz olubdur, mənə dəstək olubdur TikTokda. Mən elə şeyi heç vaxt itirmərəm. Danışmasam da, küsülü olsam da, mən həmişə deyərəm, o kör-kör gör-gör cəmaatın qabağında olan şeydir. Yəni ki, mən adam ürəyin qırması o. Boş-boş şeyin üstündə durum, münasibəti kəsin, əlaqəni kəsin. Olsun. Canım sağ olsun. Məftun üləsi düyün onsuz, o da məftunsuz.
İndiyana kim mövsümdə yaşamayı var. Babuş yaxşı insandır. Onlar da insandır, inciyifdir. Yenə də Allah canını sağ eləsin. Mən heç nə demirəm. Bax belə. Ara vuranlar, elinizə bir şey geçti. Hamınızı demirəm, içində ara qatanlar var. Tez kaydı elirlər, atırlar. Bana bak, gör səndən nə dedi, gör. Düşmən sevindir də havaydan. O qədər istəyənlər var ki, aramız dəysin. Dəysin bana. Nədir ara bir şey, nədir? Onun üstü, ay Allah, bu tükünü təzə dəyişibdir bu. Təzə dəyişibdir tükünü. İnan, aparram verim anam şeyləsin. Aparram verim anam xırda tüklərini özür. Mən onu... Yapçik! Zəngüləfir var, oturup bölümdə. Sağlam qadınam, sevgi. Mən ondan küsməmişəm, ha. Ay cəmahat, mən ondan küsməmişəm. Quran haqqı küsməmişəm. Sadəcə ağlım kəsməyib də deyəm ki, ay babaşqa gidək bizə. Mənim ağlım kəsməyib, sənin ağlın kəsəydi ki, ay məftum, mən niyə dəvət edirəm sənə, gedək sizə. Ki, gedirəm sizdə biraz uzanam, ağırlaşmışam. Hava istəyirsən, qapım, pəncərəm, hər üzünə açıqdır. Sana mən havaqsa deymişəm, gəlmə bizə. Havaq istəyir, gəlsin, geçsin də qadanam. Amma mənim xətrimə o deyil ki, canlıda niyə deyirsən ki, onu? Aramızda dostluq, söz də ola bilər, söhbət də ola bilər. Düz demirəm. Deyir, niyə hər şey ağlın kəsir, onu kəsmir. Ağlım kəsmir, tane insanım, orada büyük bir şey var. Orada büyük bir şey var, acamat. Mən ona qarşı pis hərəkət eləsəm, 2 dəqiqədən bir deyir, səmimi duyursan, nə bilim nəsən. Səmimi olmayıb mən sazlayan vurmuşam indiyənə kimi. Mənim bəxtim məndir, yoxsa kim çox istəyirəm, vurur. Ona görə çalışıram ki, heç kimə o qədər könül bağlanmıyor. Sən niyə? Adam heç kimə şey eləmirəm. Könül bağlayıram, sonra pis oluram ki, gerekli su yok qanun olan. Allah canını sağ eləsin, mən işə bilmirəm, özür dilərim. Bizim aramızda xoş münasibətimiz olmuşdur. Çay içmişik, çörək yemişik, onunla çörək kəsmişik. Bana dəstək olmuşdur.
Ay cəmaat, Sevanın Eminə nə dəxli var ki? Yazıq Sevan Ağarıfdır ki. Emin Ağarıfdır. Cəmaatın adını yazmayın bura. Mən Sevanı da çox istəyirəm, Emini də çox istəyirəm. Nə bilim. Cəmaatın adını yazmayın. Bilməkdən şeylər yazmayın ora. Ay hayal, mən ona küsməmişəm ama ürəyim qurban. Mən ona küsməmişəm valla. Mən ona küsməmişəm, deyirəm barışam. Adamdır da bəlkə istəmir mən ona geri səmimi gəlirəm. İstəmir mənlə dostluq eləsin. Mən onu məcbur edə bilmərəm axı. Mənim də xoşum gəlmir. Kimləsə yoldaşlıq eləmirlər, istəmirəmsə yaxamdan yapışsın, sallaşsın, hər çəkməsin məndən. Xoşum gəlmir. Bu da insandır da, bəlkə ürəyincə deyiləm. Nə deyim mən ona, qadınam? Yaxşı, söhbəti bağlayın, cəmaat. Hələ bir söz deyib, aran qızışdırmayın. Cəmaatın da Sevanı da Emində adını yazmayın ora. Emin neynəsin, Sevan neynəsin? Yazıq oturub evin deşiyində yazmayın elə şey, xahiş edirəm hamınızdan. Gətir çəkəcəm, görün neçə kilo gəlir. Başın ağrıdı. Neyse de acaba xahiş eyləm, ara qızışdırmayın. O oldu, keçdi, getdi. Onlar da insandır. Hər an bir həssas yeri var. O da yəqin pis olubdur ki, məhdum maliyyət deməz. Mənim də Qurana and olsun, heç ağlım kəsməyib. Bax, evdə Quran kitabım var. Gətir band içəcəm. Adam var, istəmir ki, gəlsin, demir. Adam da var ki, mənim ağlım kəsməyib. Deyəm ki, gedək bizə. Gərək deyərdim. Əslində, mədəniyyətdir, bax o. Ki, gedək bizə. Ağlım kəsməyib də, insanım, o dünya dağılır. Dünya dağılmıyor var. Ona karşı pis olmuşam. Allah məni zəhət eləsin. Mən heç nə demirəm də artıq. Her şeyde pis olmuram. Kimse ne bilir, kimse aralaştırıyor. Neyse, her şey danışın. Hoş şeyler danışın. Ay cemaat. Ay cemaat. Her şey danışın. Az orada boşalıq yazılmışdı. Şey yadıma düşdü. Mənim zivilərim qalıb orada Quranla dostum. Arabamın təkərini tapa bilmirəm. O təkərdən tapamıram ki, ziviləri aparam boşaldım. Boşaltmaq deyən kimi o şey yadıma düşür. Biz zivillərimiz yadıma düşür. Allah hamd olsun. Günlərdə tüyoxlarımın yerini təmizləmişəm. 7-8 meşə o da poq var Quranla olsun. Arabamın təkərini görün, sabah gedim hardan tapıram. Burasını bura gətirdilər, onun təkərli olmur ona. Turbası girmir onun deşiyinə. Gedim görüm, hardan tapıram. Gedim görüm, hardan tapıram. Ki o zibilərim boşalmıyor, zibilərim çok koyub ora.
Gideceğim bu ellerden gayrı kalamam. Verin benim sevdiğimi, onsuz olamam. Mərtun deməli sənə. Mən demirəm, mənə dəyər verir. Ay qadanam. Deyirəm ki, boş şeyə görə əlaqə kəsmək olar. Aramızda söz də ola bilər, sözsüz söhbət də ola bilər, davamız da ola bilər. Bir-birimizlə danışarıq da, barışarıq da, dost deyilik. Amma onu canlıda demək, mən o şey eləmədim. Onu canlıda nəyə deyirsən ki, şey deyir? Məsələn, ictimailəşdirsən ki, orada nə var? Böyük bir səhv var. Ağlım kəsməyib sana deyəm. Sən bana deyərdin ki, Əhmədin, gedirəm sizə. Yox. Bu kadar basit. Orada küçək bir-birimizlə dalaşaq, aralaşaq. Yox. Onlar sonra insanım, səhv edəyərəm. Hamının səhvi var həyatda. Mən demirəm ki, mən hər şeyi düz edirəm, mən möhtəşəməm. Yox. İnsanım da nə qadınam. Ağlım kəsməyir. Bizim mənim şey olmağım bax, mənim huşsuz başsız şeyəm mən. Quranın tozu, mənim yanımda bir dənə söz denir, mənim yadımdan çıxır. Mənim heç huşum nə gəzir? Anam dağılışıb evinə gedir, tamam. Bizə gəlmək üstün, dünün gidirik sizə. Gözüm üstündə yerim var. Mən nəsə pis dedim ki, qadınım, mən də pis demirəm. Aramızda bizim bir ton çörəyimiz var. Çörək kəsmişik, mənə kömək edik, dəstək olmuşdur. Mən onu heç vaxt itimərəm, danmaram, həyatı boyunca. Sağ olsun. Yenə də canı sağ olsun. İnsandır da, bəlkə mən onun ürəyincə olan insan deyiləm. Yoldaşlıq eləmək istəmir məndən. Mən nə deyim, aydasına? Allah hamının canı sağ olasın. Yol açıq olsun. Həmişə həyatda yaxşı şeylərlə qarşılaşsın. Nə bilim, ancaq xoş şeylər arzulayıram. Bu kadar yani. Xırda tüklərində adam təmizləsin. Mən onu təmizləməyə halım yoxdur. Əsəblərim körlanır, o ördəyin tükünü təmizləyəndə. Kəsə bilmirəm, neçə vaxt ördək kəsəmirəm. Hamısının tükü dəyişir, balaca tüklər adam bezdirir. Mənim də elə hövsələm yoxdur ki, onu təzdən şey eləyəm. Qəbəliyə yox getməyəcəm də, mənim danışdığım insara gedirəm. Heç danışırsa da getməyəcəm, qəbəliyə istəmirəm də. Lazım deyil mən. Bilməm, qəbəliyə mən xoşum gəlir bizdə qəbəlidə. Qəbəliyə getmişəm bir dəfə maraqsın. Artık kalbim kırık, hoş gidemedim. Ay Allah. Artık kalbim kırıldı, hoş gidemedim. Su neter düştüyse şeye. Ayağımın üstüne neter su düştüyse ayağım yandı. Heyif məndən. Az her şey yaxşı olacaq. Все будет хорошо. Her şey yaxşı olacaq. Narahat olmuyoruz. Həyat sürprizlərlə doludur.
Allah hamımızın yolunu açıq eləsin, ürəklərim. Hər şey yaxşı olacaq. Seviyorum seni yar, gözlerim sana ağlar. Her şeye rağmen sevgilim, seni seven biri var. Seviyorum seni yar, gözlerim sana ağlar. Her şeye rağmen sevgilim, seni seven biri var. Allah, ara karıştıranlar gördü ki ellerinde söz geçmedi. Ses çok çıktı kaçtı. Bak böyle olmak lazımdı. Ara katanlara, ablam bu eskiler ha. Ara katanlara gerek şey vermeyesen. Ağızlarına söz atmayasan. Gidip ara karıştırırlar. Bak insanların çoxu hilədir. Gör iki nəfər birbirine mehribandır. Aha sen tələsmə. Gör aranızı nə tərbidir. Günahkar da o kəsdikin o ara katana arıya salırdı o adam. Kimsə deyəndə falan kəsərlə falan söz deyirəm yaxşı böyle sözüm dilədi. Yoksa durum talaşım onlar. Sen bana belə dedin, mən sana belə dedim. Siyah. Gece görünmeyi yiyirəm hə. Yemək yeməmişəm ha hələ. Tezdən durandan üçün yarısından yemək yeməmişəm. Deyirəm bəlkə gətirim onu bir çəkim görüm neçə kilo gəlir o. Bu gedim onu çəkim gətirim görüm. Uuu ayağım nətər yandı. Soğuk attı. Ha? Kimden? O benden de ondan yok. Ayağıma göz tutuşup yağmur ayağım cız edildi. Bir çekim görüm iki tane fere kestim. Ne var mı? Üstünü tüklendi verim onun temizlesin. İkisi bir yerden çekiyor. 3 kilo 115 gram. Balaca fərələr idi aşağılar. Üstü də elə tük. Apara verim anam təmizləsin. Da mən o təmizliyə salım yoxdur. Məyətin törtümü neçəyə pişim? Mən valla pişitməmişəm. İkisini də şey alıbdı, dostlarım alıbdı. İkisini də dostlarım alıb. Allah ayağımın üstünə bayaq ördəyin üstü üstü qarnı üstü düşdü. Yandı ayağım, yandı qızım dədəsi. Gətək bax tortumdan da. Tortumdan da biraz kəsim. Tortumdan kəsim aycan baxın. Allah mən nətər ətraf giyinəcəm. Ayağım dərsi bilir. Üstündən dərsi nətər getsə. Bu bir də qədərini uşaqlar gedim o led işığı gətirim bura qoyum ki yüzüm işıqlı düşsün.